Qızlar, gəlin sizə biraz dünənki ad günündən, bugünkü xınadan danışım. Ad günü çox maraqlı keçdi və həyatımda hələ bu qədər oynamamışdım. Heç bir məclisdə Nəcbənin toyu daxil olmaqla, nə həşir idi bilmirəm. Bugünkü xınaya qalanda isə, gəlin sizə bir şey danışım. Öz aramızda qalsın, şkaf eşitməsin. Mən şkaf hamıya tapşırıb ki, çox abartın. Yəni, abarta bildiyiniz qədər abartın. Bir nəfər belə özənsiz görsəm inciyərəm. Və deyib ki, bunu xına kimi düşünməyin. Bugün xınadır. Yəni, toy kimi düşünün. Nə bilim, qala kimi hazırlaşın. Yəni, bu qədər hədə qorxudan sonra təbii ki, mən də sadə geyməyə utandım və getdim çox gözəl, abartı, kifayət qədər abartı bir paltar götürdüm. İnşallah bəyənərsiniz. Çox qəşəngdir. Mənim ürəyimcə oldu. Makyajımı bu arada evdə eləmirəm. Sadəcə üzümü tonlaşdırdım. Bu yeni favorim olan bu tonal kremlə Hourglass'ın. Çox bəyənirəm bunun üstə oturuşumu və istəyirəm ki, tonal kremi vurum, biraz otursun üzümə, sonra makyaj elətdirim. Nəsə gedirəm yəni salona, saçımı, makyajımı elətdirib. Bu arada qızlar, sabah bildiyiniz kimi analar günüdür. Mənim bir neçə sifarişim var idi kosmetik bakdan, həm mamama, həm özümə. Mən sifariş verəndə onlar da sifarişimdən çox hədiyyə göndərirlər. Mən istəyirəm onları göstərim sizə. Bəlkə hədiyyə almaq istəyirsiniz sabah, sizə də bir fikir olar. Məsələn, Carolina Herrera'dan La Bomba ətri bilirsiniz ki, çox viral olub. Əgər şirin ətir sevirsinizsə, favoriniz ola bilər. Məndə 100 ml də var. İçərisində tam 5 ədəd mini parfüm olan bu set ürək şəklində. Görün, necə gözəl görünür. İçərisində var Burberry, Chloe, Yves Saint Laurent, Jo Malone və Dolce Gabbana ətri. Bunu göstərim sizə. Ən gözəli məncə budur. Yəni, bunun kosmetik şkası elə nəyə desəz dəyərdir. Çox qəşəngdir. Bu vardı mənim sifarişimdir. İçərisində nələr var. Deməli, ya bu 50 ml ya da 30 ml Miss Dior parfümü. Necə gözəl. Ürəyim gedir bunun qoxusundan ötürü. Xüsusilə də yaz aylarında. Ənliyi, daha sonra. Sonra desəz ki, Arzu xanımca, bu nə hədiyyələrdir? Mən anama belə şeylər verə bilmərəm, layiq görə bilmərəm. Mənə daha samballı bir şeylər göstər, tövsiyə et. Başda. Qiyməti 1000 manatdan yuxarı bir şey istəyirsinizsə, dünyanı kasıb kavuran o məşhur ətir. Mən açıb baxmışam təbii ki. Bəyənirəm də bunun qoxusunu. Yəni, elə bunun qablaşdırması nəyə desəz dəyərdə. Əsl özdə samballı bir ətirdir. Yəni, ananıza hədiyyə verə bilərsiniz və ya bilmirəm, özünüzə axtarırdınızsa, kosmetik Bakuda var. Hissəvi şəklərdən də ödəmə imkanı mümkündür. Bu belə. Bunların məndə kiçik boyları var, bilirsiniz. Beləsini də göstərim sizə. Əgər bunu da axtarırsınızsa, səhv açdım. Baxın. Çox gözəl ətri var. Bu, bir də Imagination mənim ən sevdiklərimdən biridir. Amma istəyirsinizsə Dior'dan belə bir kirpik qıvırıcı gəlib, mənə də hədiyyə göndərib. Kosmetik Bakuda təşəkkür edirəm. Əgər üzə mükəmməl oturan, belə qaymaq kimi qalan və əsla oksidləşməyən, saatlar keçsə belə üzünüzdə belə şüşə kimi görünən bir tonal krem axtarırsınızsa, budur. Budur, altına imzamı atıram, mükəmməldir, mükəmməl. Yəni, mən hətta bu tonal kremi Nəcbənin üzündə görüb tanımışdım ki, Hourglass vurmuşsan. Çünki axşam görüşmüşdü və üzündə hələ də qalmışdı o makyaj. Yəni, bu mükəmməl bir seçim ola bilər. Həm özünüz üçün, həm də hədiyyəlik. Bunlar hamısı nəzərinizdə olsun. Mən isə qaçdım, gedirəm saça, makyaja, axşam görüşərik.